İl 2030, Ted adında bu adam uşaqlarını qarşısına alıb anaları ilə tanışma hekayələrini danışır. Əgər romantik bir hekayə gözləyirsinizsə, bu video sizə görə deyil. Çünki xəyanət, manipulyasiya, özünü aldatma və fədakarlıq kimi psixoloji mövzulara How I Met Your Mother serialı üzərindən dəyinəcəm. Ted'ə qayıdacam, amma Barney Stinson'dan danışaq biraz. Bu adam öz zövqünü düşünən, qadınbaz, narsist, Brokot deyə qardaşlıq qanunları ilə yaşayan biridir. Ted isə heç vaxt doğru-düzgün münasibət qura bilməmiş, jestləri sevən, emosional, eyni zamanda həqiqəti heç vaxt qəbullanmaq istəməyən, münasibət mövzularında ağılsız biridir. Ted barda olarkən Barney sayəsində Robin ilə tanışır. Robin isə ortalamanın üzərində gözəlliyi və aurası, istədiyi oğlanı əldə etmə gücü olan bir qadındır. Robinin keçmiş münasibətlərinə girmək istəmərəm, çünki video çox uzun olacaq. Bu cütlüyə isə xüsusi fikir verməyinizi istəyəcəm. Videonun sonunda yazarsınız fikirlərinizi. Marshall və Lily cütlüyü. Lily universitet dövründə Marshalla tanışan, ehtiyaclarını qarşılaması üçün onunla birlikdə olan bir qadındır. Hətta universitet bitdikdən sonra kursa görə San Fransiskoya gedən Lily daha yaxşısını taparam düşüncəsi ilə Marshalldan ayrılmışdı. Amma məyus olan Lily Marshalldan yaxşısını tapa bilməyəcəyini anlayır. Həm mənəvi, həm də maddi cəhətdən çökən bu qadın yenidən B planına qayıdır. Bu saf uşaq da sən niyə tərk etdin? Kimlərlə birlikdə oldun, deyə heç soruşmadan bu qadına evlilik təklif edir. Marshallın bu evlilik təklifindən sonra Ted öz həyatını sorğulamağa başlayır. 27 yaşı olduğu, amma hələ də ciddi bir münasibəti olmaması onu sarsıdır. Barney sayəsində Robinlə tanışır, ona vurulur. Hətta ilk gündən səni sevirəm söyləyəcək qədər. Ted memar, Robin isə televiziya kanalında çalışır. Birlikdə gözəl vaxt keçirirlər. Əlbəttə bizim Ted romantik jestlər etməyi də çox sevir. Ted o qədər qorxur ki, Robini itirməkdən, onu hirsləndirəcək ən kiçik davranışlardan qaçır. Birlikdə uzun müddət keçirəndən sonra Robinə evlilik təklif edir, amma Robin yox cavabından daha da ötə onu alçaldır. Əlbəttə insanların evliliyə hazır olmadığı zamanlar var, amma Robinin verdiyi reaksiya alışılanın qat-qat üzərində idi. Səyahət və karyerasını ön plana salan bu xanım, evlilik və uşaq üçün qətiyyən hazır olmadığını və bu mövzunun bir də açılmamasını istəyir. Ted isə bir gün o da razı olacaq xəyalları ilə heç nə olmamış kimi bu qırmızı bayrağı görmür və Robinin onu daha çox sevməsi üçün milyon oyunlardan çıxır. Robin bu davranışlara o qədər əsəbləşir ki, hətta Tedin görəcəyini bilə-bilə evə başqa bir oğlanla gəlir. Onunla yaxın münasibətdə olur. Bu gedişatı sevməyən Barney bu işə bir əl atım deyir. Çünki ən yaxın dostu çox məyusdur və Barney onu belə görmək istəmir. Qadınlarla arası yaxşı olan kostyumlu bəyimiz sayəsində Tedin gözü açılır. Digər qadınlar onu görməyə başlayır. Onlarla rahat münasibət qurur. Bizim nə istədiyini bilməyən Robin isə Tedin ətrafında qadınları görən kimi Ted ona yenidən cəzbedici gəlməyə başlayır. Amma Ted nə edir? Söhbəti uşaq və evliliyə gətirdiyi üçün eyni rəftarı yenidən görür. Tedin bu qızın evləniləcək qadın olmadığını görməsi üçün hələ nələr yaşamalı idi? Anlamış deyiləm. Səyahət və əyləncəyə maraqlı bu qız Barney ilə daha çox zaman keçirməyə başlayır. Barney'nin qadınları üzərindəki üstünlüyü, onları rahat kontrol edə bilməsi, pulu ilə ön planda olmasa da, şirkət sahibi biri olması qadınları onun başına bəla etmişdi. Barney ilə vaxt keçirərkən xoşbəxt olan Robin artıq ondan asılı olduğunu anlayır. Ted'ə qarşı çox vecsiz olan, səhvlərinə dözə bilməyən Robinə Barney'nin səhvləri daha çəkici gəlir. Hətta bir bölümdə Barney'nin qalstukunu səhvən yuduğu üçün əsəbləşməsin deyə açıb sinəsini göstərir. İnanmayacaqsınız, amma Ted'ə qarşı mən karyera, əyləncə, səyahət istəyirəm deyən Robin xanım, qarşısındakı Barney olanda evlənməyə can atan birinə çevrilir. Barney'ə bəlkə biraz alçaq kimi baxacaqsınız, amma güclü bir manipulatorun sizə nələr edə biləcəyini unutmayın. Robin və Barney cütlüyü nəhayət evlənir. Ted isə məcbur öz yoluna baxır. Biraz zaman keçir və Tracy adında yeni tanışdığı qadınla evlənir. Bu cütlüyün 2 uşağı olur. Uşaqlarını qarşısına alıb, ananızla necə tanışdığımızı danışacağam deyə, gənclik illərindən, ən əsas da Robinlə danışan bu adam, hekayənin sadəcə son hissəsində anaları Tracy ilə necə tanışdığını danışır. Arxa planda Barney və Robinin evliliyindən artıq 3 il keçib. Hər gün keçdikcə münasibətdə nə istədiyini bilməyən Robinin karyera sancıları yenə başlayır. Yekunda ikisi də uzlaşaraq boşanırlar. Barney Stinson yenə də həmin Stinsondur. Tək gecəlik qadın həyatına qayıdır. Bu Robini daha da özündən çıxarsa da, əlindən heç nə gəlmir. Məyus şəkildə özünə qapanır. Barney kimi bir adamı unutmaq mümkün deyil, amma dediyim kimi, nə istədiyini bilməyən bu xanıma boşanmaq daha cəlbedici görünür. Az öncə 2 uşağı ilə xoşbəxt olan Ted və Tracy'dən danışdım, amma bu çox uzun çəkmir. Çünki Tracy xərçəngdən həyatını itirir.
Bilin görək yoldaşını itirən uşaqlarının atası Ted illər sonra yenidən kimin qapısına gəlir? Bəli. Barney isə qeyri-ciddi münasibəti olduğu qadından körpə bir qızı olur və bundan sonra həyatını öz istəyi ilə tamamilə dəyişir. Çünki o bir atadır. Serialı izləyəndə açıqca görülür ki, Barney Tedlə yaxın dostu olsa da, uşaqlarına hekayəni danışanda Barney haqqında çox duyğusuz biri kimi danışır. Bilinənin əksinə isə Barney keçmişdə sakit həyatı olan biridir. Canı qədər çox istədiyi sevgilisindən xəyanət gördüyü üçün sarsıntıya düşür və özünün ən yaxşı versiyasını yaradır. İndi isə istədiyi qadını əldə edə bilən biridir. Halo effekt. Robin gözəl olduğu üçün Ted onun bütün toksik davranışlarını, soyuqluğunu görməzdən gəlir. Bu effektə məruz qalan insan partnyorunun ciddi qüsur və ya toksik davranışlarını digər müsbət xüsusiyyətləri qarşısında görməzdən gəlir. Bu onun gözəlliyi, güc statusu, pulu və bir neçə belə parametrdən asılıdır. Çünki gözəllik anlayışı hamı üçün fərqlidir. Birini cəlbedici hesab ediriksə, xoşlanırıqsa, şuuraltı olaraq onun həm də ağıllı, dürüst, sadiq və ya yaxşı partnyor olacağını düşünürük. Təhlükəsiz liman. Lily Marshall'ı tərk edəndə daha yaxşı birini tapacağını düşünür. Lily qaydanda Marshall'ı sevdiyi üçün yox, plan A işə düşmədiyi üçün qayıdır. Marshall onun üçün təhlükəsiz limandır. Marshall'ın sorğu-sualsız qəbul etməsi isə sevgi deyil, özünə hörmətsizlik və asılılıqdır. O tərk edilmə qorxusundan dolayı Lily'nin şərtlərini dərhal qəbul edir. Love bombing. Ted'in ilk görüşdə səni sevirəm deməsi romantika deyil, psixoloji təzyiqdir. Bu qarşı tərəfi borclu hiss etdirmək və sürətli bağlanma yaratmaq üçün bilərək və ya bilməyərəkdən edilən manipulyasiyadır. Buna günümüzdə yeni münasibətə başlayarkən çox sıx rast gələ bilərsiniz. Toksik cazibə. Niyə qadınlar yaxşı Ted'i qoyub pis Barney'i seçir? Barney'in ətrafında həmişə qadınlar var. Ted isə ancaq Robin'i istəyir. Bu Ted'i Robin'in gözündə dəyərsiz göstərir. Barney Robin'dən asılı deyil və onu itirməkdən qorxmur. Bu isə Robin'i daha çox özünə çəkir. Dark psixologiyada buna push and pull, yəni itələ və çək taktikası deyilir. Yara bandı. Ted Tracy ilə evlənir, çünki Robin'i nə unuda, nə də əldə edə bilir. İllərlə evli olsa belə, Robin'i ağlından çıxara bilmir. Həyat yoldaşını itirəndən sonra ilk dayanacağı yenə Robin olur. Tracy ona sadiq olmayan bu adamın onunla sadəcə ailə və uşaq üçün birlikdə olduğunu bilsə, yenə də evlənərdimi?